nitratın suda məhlulun elektrolizi. Uşaqlar mənə kömək eləyin. Mis-2 nitratın suda məhlulun elektrolizini yazaq. Katodda mis, anodda oksigen, Bəli. məhlulda nitratdır. Afərin. O cavab verən hansı uşaq idi? İmam Rızadır müəllim. Əhsən. Misdə deməli, qalibin səsi niyə çıxmır? Qalib cavab verməlisən. Katodda nə alınacaq? Mis 3-cü yerə aiddir, mis. NO3 oksigenlidir, oksigen. Var məhlulda nə alınacaq? Deməli, dediyi kimi. Haşin. Bəli, mis gedib NO3 haşin. Bunu uşaqlar, bu məsələyə cavab verməsi, bunu əmsallaşdırmaq lazımdır. Balansdan bilirsiniz yəqin. İndi istəmirəm onunla vaxt aparaq. Mən hazır əmsalları bilirəm, birbaşa yazacaq. Amma siz bilirsiniz də, əmsallaşdırıb yazmalısınız. Məsələn, bura bir 2 açsaq. Bura 2, bura 4, bura 2, burada 1 düşür. Sizə deyir, katodda 0,5 maddə alınarsa, bura yazıram 0. Məhlulda neçə qram nitrat alınır? Siz də görürsünüz ki, məhlul HNO3-dür. Bu HNO3-ün molu kuprumdan neçə dəfə çox? 2-nin 4-ə 2 dəfə çoxdur. Bu 0,5 olsa bu 1 mol olar. 1 mol nitratda neçə qramdır? 1 mol nitratın emerini tapsaz 63. Görün, başa düşürsünüz yoxsa?